Bir qəbul, bir sual. Doğru çatışmaları müəyyən edin. Hüceyrə quruluşuna, həyat fəaliyyətləri və maddələr mübadiləsinin gedişinə görə oxşardır. Şəkildə göbələk çəkisi göstərilib. Deməli, biz göbələklərlə bağlı müddəalara baxmalıyıq. Və birinci tamamilə düzdür. Çünki göbələklər hüceyrəvi quruluşuna görə, həyat fəaliyyətinə görə bir-birinə oxşardır. Ona görə bir düzdür. Sinir və humoral sistemlə tənzimlənir. Göbələklərdə nə sinir sistemi, nə humoral sistem yoxdur. Ona görə 2 səhvdir. Hüceyrə canlı orqanizmin ən kiçik quruluş və inkişaf vahididir. Bəli, hüceyrə canlı orqanizmin bütün hüceyrəvi quruluşlu orqanizmlərdə, istər bitki, istər heyvan, istər göbələk, istərsə də bakteriyalarda bu şərt özünü tam şəkildə doğruldur. Ona görə 3 düzdür. Hər bir yeni hüceyrə qeyri-hüceyrəvi quruluşa malik maddələrdən yaranır. Xeyr, qeyri-hüceyrəvi yox, hüceyrəvi quruluşa malik maddələrdən yaranır. Ona görə 4 səhvdir. 1 ilə 3 düzgün cavabımız C variantı olacaq.